Qassə Fatimə qızı Aydana təmtəraqlı ad günü elədi. Xalqın sifətidir televiziya kanalları. Xalqın sifətidirsə, xalqın milli kökündə, milli qaynaqlarında, milli adət-ənənəsində, etnoqrafiyasında, mədəniyyətində, keçmişində, bugündə olan inkişaf proseslərini əks etdirməli televiziya kanalı ki, bir də xalqda milli ruh oyansın, milli dirçəliş olsun, milli ideologiyadır televiziya. Yəni biz düzgün şok kanallar zadlar üçün baxırıq, əslində televiziya yayımı milli təfəkkürlüyün oyanışıdır və milli ideologiya deməkdir. Teması ilə bilirsiniz, biraz bu şou məsələlərinə çox yer verirlər. Hər halda biraz elmə aid müəyyən şeylərə yol versələr daha yaxşı olur. Sılızdır, açıq-saçıq verilişlər verirlər. Verilişlər deyim, baxmıram elə. Evlilik verilişləri var idi əvvəldə, yəni bunlar heç mən əvvəldən elə qarşı idim, yeri yox idi, Azərbaycan mentalitində uyğun deyildi. Qaldırın da markanızı. Nədir o? Tətəyirafı. Bir də qaldır. Bir növ adamlar, cavanlar çıxır orada yersiz hərəkətlər, başına 5-6 nəfər yığır, sual verir, SNS toplayır və bunlar da xoşuma gəlmir. Narazı olduğum verilişlər daha çox, belə deyək, gizli axşamlar tipli verilişlərdir. Yəni, millət öz problemlərini, yəni daxili problemlərini, şəxsi problemlərini bütün ölkəyə göstərirlər. Onlardan heç xoşum gəlmir. Müğənniləri dəvət eləyirlər, nə bilim, şou yaradırlar, gəncləri yığırlar. O, mən eləcə bizim Azərbaycanda gənclərə, mən niyə gənclərdən deyirəm, bu yeni yetişən nəsildir də, əsas bizim nəzərim. O, onlara heç nə vermir, əksinə hətta ziyan eləyir, ziyan vurur. İnsanların çoxusu artıq televiziyadan imtina eləməyə başlayır. Çünki əsas uşaqların indiyə yetkin uşaqların ki, hələ yetkinliyə çatmamış uşaqların əqidələrinə ziyan olacaq verilişlərin çoxaldılması, sonra bəzi qanundan kənar olan bir şeyi qanun kimi insanlara göstərilməsi nəticəsində də ki, indiki gəncliyimizi görürük. Hərəsinin öz yeri var, hərəsi də öz saatına görə, hərəsinin öz tamaşaçısı var. Çox belə, daha doğrusu, vətənpərvərlik mövzusunda verilişlərə baxıram. Yəni, yaxşı verilişlər vermirlər. Əyləncəli verilişlərdən o qədər xoşlamırıq. Əsas xoşlayırıq bu siyasi verilişlərdən, vətənpərvərlik verilişlərindən, dövlət səviyyəli, iqtisadiyyat olan verilişlərdən daha xoşumuz gəlir. Verilişlərə çox baxmıram. Bizim kanallar edədə reaksiyon deyil.